Salam, əziz və dəyərli izləyicilər, həminizi salamlayıram bu səhifəmdə. İstədim elə bu gün belə bir mövzuya toxunam. Enerji haqqında danışam, psixologiya əlbəttə ki. Çox insanların bir səhv düşüncəsi var ki, fikirləşirlər ki, yəni psixologiya hələ keçməmişəm qabaq. İstədim elə enerji haqqında danışam, qısa da olsa, yəni səhv düşüncədədirlər ki, enerji bitir insanda, yox olur elə bil ki. Amma enerji heç nədən başlamır və yox olmur. Ümumiyyətcə, yer kürəsi, ətraf mühit, hər şey enerjidən ibarətdir, vibrasiyadan ibarətdir. Bu bilirsiniz nəyə bənzəyir? Biz elə bir götürək, yer kürəsinin okeandır. Okeanın daxilində başqa canlı məxluqlar var. Balıqlar və başqa canlı məxluqlar. Biz bu okeanın içində yer kürəsini nəzərdə tuturam. Biz belə bir canlı məxluqlarıq. Yer kürəsi okeanda biz də bunun içində bir balıqlarıq, canlı məxluqlar. Yəni ətraf hər şey enerjidən ibarətdir. Amma səhv düşüncədir ki, insanda enerji bitir. İnsanda enerji bitmir. İnsanda bir enerji başqa enerjiyə keçir, amma nədənsə yaranma nədənsə qurtarmır. Yəni başlanğıcı sonu yoxdur, sadəcə dəyişir enerji. Misal olaraq okeanı çəkdim ki, asan olsun. Başa düşmək sizlər üçün. Yəni ətraf mühit hər şey enerjidən ibarətdir. Hər şey enerjidən, amma o səhv düşüncədir ki, enerji bitir. Və bilirsiniz, insanların axır zamanlar hamı zamandan danışır. Zaman, vaxt önəmlidir əsas insana. Amma insanların fikirləşmirlər ki, əsas önəmli zaman kimi, vaxt kimi, hətta ki, enerji önəmlidir. Bilirsiniz nəyə mən misal çəkmək istəyirəm? Hər birimizin gün ərzində 24 saatı var. Hər birimizin. Amma hər birimizin başqa enerjisi var. Kimisə də çox faiz təşkil edir enerji gündən, kimisə az miqdarda faiz olaraq təşkil edir. Və sizin zamanınız belə bekar vaxtınız çox olsa, boş vaxtınız çox olsa müsait. 24 saat ərzində məsəl üçün çox vaxtınız var boş, amma enerjiniz yoxdursa, azdırsa yəni. Ümumiyyətlə yox sözü yoxdur enerji. Az miqdardadırsa, siz heç nə edəməyəsiniz, hərəkət etməyəsiniz, məqsədinizə doğru getməyəsiniz, hədəfinizə doğru getməyəsiniz. Ondan ki, enerji azdır. Enerji az olduqda hərəkət etmək istəməyəsiniz. Baxmayaraq ki, çox boş zamanınız, vaxtınız var gün ərzində. Amma zaman olduqca, enerjiniz çoxlanda insan məqsədinə yönlü gedir, məqsədə doğru gedir, hədəflərinə də çatır, istədiyi şeylər edir. Yəni əsas zaman önəmli kimi, vaxt önəmli kimi də enerji önəmlidir insanda. Zaman çox olacaq, boş olacaq, vaxt müsait. Amma enerji az olduğunda heç nə nail olmayacaq insan. Amma enerji olsa, zaman da olsa, insan hər şey nail olur. Və istədim elə bir mövzunu toxunam. Bundan öncə Rusiya mövzunu toxunmuşdum. Yazan istəmədim, lövhədən siləm elə. Lövhənin üzərində başa salam sizə izah eləyəm əziz izləyicilər. 4 kateqoriya var psixologiyada enerji mövzusunda, yəni 4 tipə bölünür. Birinci fiziki enerji, ikinci mental enerji, yəni intellektual olur, ağıl enerjisi, üçüncü psixoloji enerji, dördüncü də ki mənəvi enerji. Yəni fiziki enerji nəyə tuturam? Yəni fiziki hərəkət, fiziki aktivlik, insan yuxunu alanda, məsələn, insan yuxusunu alanda enerjisi də yüksək dərəcədə olur. Yəni bu nəzərdə tuturam. Fiziki aktivlik, yuxusunu almaq, hərəkətlər bu fiziki enerjidir. Mental enerji nədir? Sizin düşüncələriniz, sizin fikirləriniz hansı bir mövzuda. Yəni bu mental intellektual enerjidir. Psixi enerji pasiv və aktiv və negativ nəzərdə tuturam. Yəni pasiv olanda çoxlu, psixi enerjiniz yüksək dərəcədə, amma negativ düşüncədə olanda məsələn, negativ məsələn, psixi enerji nəzərdə tuturam, xoşbəxtlik, sevinc anı, onu nəzərdə tuturam, onda psixi enerjiniz çox olur. Ancaq negativ nəzərdə tuturam, depressiya, stres halında olanda, əsəbi olanda o psixi enerjiniz az olur, onu nəzərdə tuturam. Və mənəvi enerji bura nə aiddir? Bura həyatın mənası, həyat eşqisi, həyatın mənası nədəsə görmək, hansısa öz qızıl olan zamanınızı, enerjini o
işə, sahəyə həsr eləmək. Bu mənəvi enerjidir. Və dediyim kimi, bundan öncə, yəni həyat ancaq zamandan ibarət deyil. Həyat həyatdakı enerjidən ibarətdir. Həyatın bir düsturu, demək olar ki, düsturu belədir. Enerji, istəngəl, zaman, vaxt həyat deməkdir. Yaşam deməkdir. Elə insanlar ətrafda görürsünüz. Mən bunu nəzərdə tutmuram ki, insan yaşadıqca zamanı azalıb, ona şamil olunmur. Mən onu nəzərdə tuturam ki, elə insanlar var ki, məsələn, qoca insandır, yaşa dolan insandır, yaşlı insandır, amma baxsızı gümrahdır. Baxsızı enerji onun çoxdur. İdman edir, məşq, amma cavan ola bilər insanda 20-25 yaşında, amma baxsız yerində sönür, çöküb insan. Baxmayaraq ki, cavandır, amma özünü ona baxanda müşahidə edəndə elə bilirsiniz ki, həyat eşkisi sönür. Həyata eşki yoxdur, enerjisi azdır. Yəni, onu nəzərdə tuturam. Həmçinin onu nəzərdə tuturam ki, gün ərzində hamının 24 saatı var, eyni zamanı var. Amma hamının eyni enerjidə, eyni enerjisi yoxdur hamının. Faiz dərəcəsində. Kimdəsə çox, kimdəsə az miqdardadır. Və qısa da olsa istədim bir iki mövzumu buna toxunam, əziz izləyicilər. Yəni, hər birimizin fərqli enerjisi var. Baxmayaraq ki, gün ərzində 24 saatımız var. Çox sağ olun, əziz izləyicilər, dəyərli izləyicilərim. İnşallah Allahın hökmü izni ilə görüşərik. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Görüşənədək.